Dərin şəfa duası Bismillahirrahmanirrahim. Ya haqq, bəzən mən pulumu saxlayarkən qorxu, günahkarlıq və layiq olmama hissi yaşadım. Pul axışı mənim üçün təhlükə, məsuliyyət və ya utanc mənbəyi oldu. Muhammed Nur bilincində mənə xatırlat. Pul mənim haqqımdır. Axışı qəbul etmək və saxlamaq mənim haqqımdır. Bütün qorxu, blok və köhnə proqramlar şəfqətlə görünür və buraxılır. Mən indi pulumu rahat və təvazu ilə qəbul edirəm. Onu qoruyuram və saxlayıram. Amin. Niyyət. Niyyət edirəm ki, pul axışı və saxlama ilə bağlı bütün qorxu və bloklar şuurumdan, bədənimdən və soy ağacından həll olsun. Niyyət edirəm ki, mən pulumu rahat və təvazu ilə saxlayım, özümü layiq və tam görərək bolluğu qəbul edim. Niyyət edirəm ki, pul mənim üçün təhlükəsiz, halal və sevgi ilə dolu olsun. Bu niyyət ilahi aşk portalında Muhammed Nur bilincində tam uyğunluqla açılsın. Oldu. Olduruldu. Dərin suallar. Pulu saxlama bloklarını açan. Pulumu saxlamağa mane olan ilk qorxular nə zaman başladı? Həyatımda pulu saxlamaqda çətinlik yaşadığım anlar hansılardır? Bu qorxu mənim bolluğumu necə bloklayır? Pul saxlamaq mənə nəyi xatırladır? Beşək, pul axışı və saxlamaq arasında sərbəst olmaq üçün nəyi buraxa bilərəm? Alt, bugün pulumu rahat və təvazu ilə harada saxlaya bilərəm? Özümü pul saxlayarkən layiq və yetərli hiss etmək üçün nəyi dəyişdirə bilərəm?